Dünya çox sürətli şəkildə inkişaf edib. Artıq hər şeyi süni intellekt tapıb qoyur önünə. Mövzumuz bu deyil. Mövzuya gələcəm. Dünyada dəqiq neçə sortda inək cinsi var? Bunu belə dəqiq çıxarıb verə bilməyən bu süni intellekt nəyi bilə bilər axı deyib qısaca bunu özət keçəcəm. Süni intellekt nə bir Einstein, nə bir İbn Sina deyil. Sadəcə insanların kəşf etdiklərini yaddaşda saxlaya bilən bir texnologiyadır. Bu bir sevindirici bir xəbər. Niyə sevindirici deyim? Bugün insanlıq belə sinəsinə döyərək hər şeyi bilirik, yeri kəşf etdik, artıq başqa planet araşdırırıq deyirlər. Sən nəyi kəşf edibsən? Bir axtarışa çıxdım, dünyada neçə sortda inək cinsi var. Hər mətbua bir söz dedi. 1000 üzərində duran çoxdur, lakin alimlər deyir 1200-dən çox ola bilər. Soruşdum, bəs neçə növdə heyvan var? 1 milyon dedi, yenə alimlər deyir ki 7-8 milyon ola bilər. Fərqə bax, 1 milyon ara, 7-8 milyon ara. Bir də bu heyvanların özünün neçə növü var. Ey insanlıq, sən nəyi kəşf etdin? Bir okeanın altında minlərlə heyvan növü. Hər heyvanın neçə növü. Hələ mən kəşf edilməmiş o ormanlarda 1/3 belə kəşf edə bilmədiyiniz Amazon meşəsindəki quşlar, hər kvadrat metrədə olan neçə həşəratlar, böcəklər, hansını kəşf etdin? Tək bir arı hekayəsini yazsan kitabxanalar tutmaz. Bir əsərdir. Zaten dünyanı kəşf etsəydin qiyamət gələrdi. Nəysə dostlar, mən heç vaxt inək cinsləri ilə maraqlanmamışdım. Bir həftədir araşdırıram, dünyada nə cür inəklər var imiş. Gördükdə siz də təəccüblənəcəksiniz. Lakin bir yalanım olsa, deyim ki, mənim iri buynuzlu ilə heç vaxt təcrübəm yoxdur. Nə təqdim edirəmsə internetdə olan məlumatlardır. O yüzden yalan bir şey olsa babalını mən daşımıram. Normalda iri buynuzluların sadə bir heyvan olduğunu, sadəcə ət və süd üçün yetişdirildiyini bilirdik. Lakin araşdırmalar etdiyimdə gördüm ki, dünyada elə bir cinslər var ki, onun qiyməti əti ilə, südü ilə, damazığı ilə deyil, görünüşə görə də dəyişirmiş. Texas sığırı var ki, buynuzunun uzunluğuna görə 2017-ci ildə bir öküz 165 min dollara satılıb. Normal öküzlərin qiyməti də 10 mindən 30 min dollara qədər dəyişir. Ankola Watusi çox böyük buynuzları ilə dözümlü və xəstəliklərə qarşı güclü olmaqları ilə ilk sıralarda gələnlərdəndir. İlk sıralarda olanlardan biri də Belçika mavisidir. Avropada buna inək dünyasının Arnold Schwarzeneggeri deyirlər. Bədən forması illərdir fitness salonuna getmiş muskul yığan idmançılar kimidir. Yalnız əti yağsız, çox kalitəli olur. İnəklər isə bu əzələlər üzündən doğum etmələri çox çətin olur. İnsan müdaxiləsi mütləq olması lazımdır. Erkəklər 1200-1300 kiloqram, dişilər 850-900 kiloqram olur. Panda inəyi adlı belə bir nadir olan inək də varmış dünyada. Deyilənə görə dünyada sadəcə 30-40 arası panda inəyi var. Qiymətinin baha olmağı, nadir olmağı və gözəl görünüşlü olmasına görədir. Amerikan Brahman adlı bu inək də qeyri-adilərdəndir. Belinin üstündə dəvə kimi şişqa olması və uzun qulaqları onları çox dözümlü və güclü tutur. Fermerlərin çox sevdiyi bir cinsdir. Qiyməti də 5000-dən 25 min dollara qədər çıxa bilir. Quzerat. Bu cinsdə Hindistan kökənli olub, istiyə və susuzluğa çox dözümlü bir heyvandır. Quzerat cinsləri quraq səhralarda belə yaxşı verimli bir heyvandır. Az maliyyətlə yüksək ət və süd veriminə görə fermerlərin sevdiyi bir cinsdir. Gözəl görünüşləri ilə bərabər inəklər 500 kiloqramdan 600 kiloqrama, erkəklər isə 800 kiloqramdan 1000 kiloqrama çıxa bilir. Angus. Ət dünyasının nömrə 1-i çoxluqla qara rəngdə olur, bəzi vaxtlarda qırmızı rəngdə rast gəlinir. Erkəklər 900 kiloqramdan 1200 kiloqrama çatmaqla marka restoranlarda stek olaraq sadəcə bu cinsin ətinə üstünlük verirlər. Normal damazlıq boğalar 20-30 min dollar arası olur. Qurşaqlı qalovey. Qalın dərli və üzəri yun örtüyü olduğundan soyuq iqlimdə, qarda belə çöldə otlaya bilir. Güclü və dözümlü heyvan olması ilə bərabər əti yağsız və ləzzətli olur. Qaloveylər panda kimi gözəl bir görünüşə də sahibdir. Devon inəkləri. İngiltərə kökənli sarı qızılı rəngdə olmaqla həm ləzzətli ət, həm də südlük bir cinsdir. İri gövdəli olmasına baxmayaraq insana yaxın, çox sakit, quzu kimi bir cinsdir. Charolais. Charolais fransız kökənli, yüksək ət verimi ilə ilk sıralarda olan bir cinsdir. Erkəklər 800 kiloqramdan 1200 kiloqrama,
manat, dişilər 600 kiloqramdan 800 kiloqram arası olur. Şarole buğaları da restoranların şah ət yeməyi kimi bilinir. Nelor, əslən Hindistandan gələn Nelor cinsi Braziliya tərəfindən yetişdirilib, günəşin altında qar kimi parıldayan bir cins. Həm ət, həm süd cinsi olmaqla yanaşı dünyada varlı insanların öz həyətlərində gözəl görünüş olaraq almaları qiymətlərini çox yüksəklərə çıxarıb. Dünyaca məşhur olan Vitina adlı inəyi 1 milyon dollara satılıb. Yaxşı, indi bu cinslər arasında sizin diqqətinizi cəlb edən hansı cins oldu? Ən çox xoşunuza gələn cinsi şərhlərdə yazıb bildirin, zəhmət olmasa. Hə dostlar, bunlar dünyada olanlar, rekord vuranlar, gözəl görünənlər, ən çox ət verənlər, çox süd verənlər, çox böyük buynuzlu olanlar, ən bahalı qiymətə satılanlar. İndi gələk bizə. Əslində bu videonu biz izləyicimin xahişi əsasında hazırladım. Məndən öncə dünyada olan cinslər haqqında video istəmişdi. Sonra isə Azərbaycanda olan cinslər və hansılar daha məsləhətdir olması haqqında məlumat istədi. Sözün açığı mən Azərbaycanda iri buynuzluda südü istehsalçı özü bazarlayıb satmadığı halda qazanc görmürəm. Niyə? Çünki süd pendir zavodları südü gəlib elə qiymətə alır ki, bu tam bir Allahsızlıqdır. Yaxın oturun niyəsini anladım. Bugün 1 litr süd alışı plastik qablara krantdan doldurulub satılan heç bir əziyyət çəkilməyən adi süd qiymətinədir. Hələ o içinə sadəcə az miqdarda kimyəvi maddələr vurulan içəcəklər, enerji içəcəkləri süddən 2-3 qat bahadır. Halbuki bu 1 litr südü inək istehsal etməsi üçün o inəyin yerindən 400-500 litrə qan devran edir. Hələ bunun yediyi yemi demirəm, yediyi otu demirəm, çəkilən əziyyəti, baxımı demirəm. Bunu qanmayan adamlar deyir, nə olub, süddür də neçə olmalıdır. O qanmaza buradan deyirəm ki, sən o tərkibin nə olduğu bəlli olmayan o içəcəyi alanda heç demirsən bu niyə bahadır. İkinci sözüm də o südü belə dəyərsiz qiymətə alanlardır ki, ən azından Allahınız olsun. İnsan əziyyətini qoydum qırağa. Bu heyvan bu südü istehsal etməsi üçün 400-500 litr qan dövran etdirir. Bunu o krandan doldurulub satılan adi su qiymətinə hesaplamayın. Bu yüzden bugün təsərrüfatçı öz həyətində öz kiçik fabrikini qurub, öz məhsulunu özü yağ, pendir, qatıq şəklində özü düzəldib mağazalara özü satmadığı sürədə inəkdən qazanc görmürəm. Bugün mənim fikrimcə inək saxlamaq istəyirsənsə otlaq sahən olmalı. Ota yemə pul vermədən cins inək deyil, yerli cır inəklərdən al bıraq sahəyə, sağım etmə, sadəcə bala al, böyüt, sat. Ancaq bu olsa inəkdən bir şey qazanarsan. Ona da dediyim kimi otlaq sahən olmalı, az baxımla, az əziyyətlə, amma çox sərmayə ilə. Bu mənim fikrim. Sənin də başqa fikrin varsa şərhlərdə yaz. Bu videodan sonra yenə sağlıq olarsa gələn videoda görüşmək ümidi ilə.